İyulun 13-də Səbail rayon məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan AXCB fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrafilovun iş üzrə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında həbs olunanların vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, diplomatik korpusun təmsilçiləri iştirak edib. Vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilənlərin vəkilləri vəsatət qaldıraraq müdafiə etdikləri şəxslərin barəsində qaldırılmış cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi, bəzi sübutların siyahıdan çıxarılması barədə vəsatət qaldırıblar. Vəkilin sözlərinə görə təqsirləndirilənlər indiyədək hansı səbəbdən saxlanıldıqlarını bilmir və özlərini günahkar hesab etmirlər. Onlar hesab edirlər ki, həbs olunmaları siyasi sifarişlidir. Hakim vəkillərin verdikləri vəsatətləri təmin etməyərək məhkəmə baxışını iyulun 19-una təyin edib. Qeyd edək ki, İctimai Palatanın aprelin 2-sində keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü, İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və 315-ci, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri üzrə cinayət işi başlanıb. 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 2 aprel aksiyasına görə tutulmuş AXCB fəalı Elnur Məcidli, Yeni Azərbaycan Partiyası üzvü Ülvi Quliyev, müsavatçılar Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin istintaqı da yekunlaşıb. Müsavatçılar Arif Hacılı, Tural Abbaslı, cəbhəçilər Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə isə istintaq tədbirləri davam etdi.